Hamıya salam, mən Mədnə. Bugün mən vlog çəkirəm. Vlogda dərs eləyəcəm, məsləhətlər verəcəm. Çox da spoiler vermək istəmirəm. Ona görə gəlin indi vlogumuza keçək. Bugün mən ingilis dili eləmək istəyirəm. Çünki o birisi dərslərini eləmişəm уже. İngilis dilini eləməmişəm. Ona görə gəlin indi ingilis dilindən başlayaq. Mən həm də istəyirəm sizə göstərdim hansı kitabları məsləhət verirəm, hansı kitablardan məşğul oluram. Birinci bu kitabdır. Bu kitabda bütün qaydalar var. Gülnar Ümidovanındır, nəşridir. Siz bu rus dilində olmağına baxmayın, çünki mən rus sektoruyam. Ona görə də bu rus dilindədir. Belə bir kitabdır. Bu çox yaxşı kitabdır əslində. Burada bütün qaydalar var, sözlər də var. Yəni belə rahat kitabdır da, yəni 10 saat işləyə axtarmırsan. Sonra bu məncə hamıda var. Din kitabdır, 9 illiyin kitabı. Mən bu arada 9-cu sinifəm. Ona görə bu kitabı istifadə edirəm. Sonra mənim elə bir göstərdim. 3 dənə qayda dəftərim var. Soruşasınız niyə? Mən ingilis dili hazırlığa 7-ci sinifdən gedirəm. Ona görə də hər sinifdə bir dəftərim olub. Heç birini də ata bilmirəm, çünki burada vacib qaydalar var və hər il biz onları yazmırıq. Arada bir təkrarlayırıq, amma hər il yazmırıq çox qaydanı. Ona görə bu 2 dəftər, bu 8 və 9-un arası ucu qurtarmaq üzrədir. Ucu qurtarıb hətta. Oy, düşdü. Bu 8-9 dəftəridir. 8-ci və 9-cu sinifin. Bu isə 7-8-ci sinifin dəftəridir. İkisi də eynidir. Bu isə, bunlarda çox səliqəli yazmamışam ikisində də. Ona görə də mən belə bir dəftər almağın qərarına gəldim. Burada hər şey çox səliqəli yazıram. Buradakı olan qaydaları səliqəli bura köçürdürəm. Və hələ də köçürməkdəyəm. Çünki bu 2 dəftərdə çox qayda var. Ona görə hamısını köçürməyə hələ ki çatdırmıram. Yəni hansı qaydanı biz təkrarlayırıq, onu o gün köçürdürəm bura. Bu isə test dəftərimdir. Mən ancaq bu din testindən işləmirəm deyə. Bunun başqa müəllimə Nərgiz Nəcəfdən də testlər verdiyinə görə onları buradan bura yazıb eləyirəm. Və bu qədər ingilis dili kitabım var. Hətta bizim müəlliməmiz elə bir özü çap eləyib bizə verir. Ona görə də çox da kitab aldırmır. Bir də bu var hamıda, bir də bu. Bu ikisi hamıda olmalıdır. Və bu lüğət, çoxsu lüğət almır. Mən də bu qutaranda almayacağım, dəftərdən eləyəcəm. Yəni ki, belə. Gəlin indi işləməyə, dərs eləməyə başlayaq. Bizə deməli ev tapşırığı vermişdilər, qaydanı təkrarlamaq. Complex objects, onları vermişdilər. Mən biraz aksentimə baxayım. Complex objects. Bunu öyrənməyə vermişdi müəlliməmiz. Burada məndə o qayda var, asan formada. Həm buradan da oxuyacağam və öz təzə qayda dəftərimə köçürdəcəm. Sonra isə buradan müəllimə bizə mətin verib. Sonra prepositionları da verib. Ona görə gəlin vaxt itirmədən başlayaq. Burada məndən soruşanlar oldu ki, neçənci sinifdəyəm, 9-cu sinifdəyəm, bunu уже demişəm, rus sektorundayam və mən çox şey özümdən demək istəmirəm, yəni özümün haqqında demək istəmirəm, çünki mən 100 abunəçim olanda mən istəyirəm sual-cavab videosu çəkim. Yəni siz mənə yorumlarda suallarınızı yazacaqsınız, mən isə onları cavablayacağam. Ona görə çox şey də demək istəmirəm, amma məncə hər şey demişəm. Baxaraq da ki, yeni suallarınız olar. Yəni complex object veriblər və prepositionları da veriblər. Prepositionlar çox zəhləm getdiyim bir mövzudur. Yəni ki, heç bir cür onu asan yolla öyrənmək olmur. Gərək ancaq bunu çox yaxşı şeir kimi biləsən ki, yaxşı yazasan. Nəysə, gəlin indi başlayaq. Buradan qaydanı oxudum. İndi qaydanı köçürməliyəm dəftərimə. Məndə daha da belə yadımda qalır. Köçürəndə ona görə gəlin köçürək. Yəni o qədər dərsim var ki, yəni ingilis dilindən bəhs edirəm. İngilis dili çox verib. Yəni ki, tətildə olduğumuz üçün belə. Tapdım. Bu qaydanı köçürəcək dəftərə. Müəlliməmiz elə bizə daha asan şəkildə qaydanı izah edir də.
Yəni ki, hansısa bir qeydlər də olanda onları yazmalıyıq məcburən. Ona görə bunu belə oxusaq, biz bu qaydanı daha da əzbər bilməliyik, nə yaxud da ki, bu qaydanı. Ya eyni şeydir, amma burada daha da çoxdur da. Ən vacib şeylərdir burada. Artıq boğazım qurudu, sizlə danışa bilməyəcəm, çay içməsəm. Gedək indi çay süzək. Artıq qaydanı bitirdim. Bu qədər. Qaydanı oxudum. İndi prepositionslara keçək. Onları da yazaq, mətni də eləyək və bitirək ingilis dilini. İndi gəlin prepositionslara keçək. Vlogumdan balaca bir hissəsini shorts olaraq ata bilərəm. Hələ bilmirəm atacam yoxsa yox, söz verməyim, amma atmağı düşünürəm. Birinci istəyirəm prepositionsları bir dəfə də oxumuşam, amma bir dəfə də oxuyum, çünki bu mövzunu elə də geçək bilmirəm. Yəni mövzu deyil, yəni ki, çox da belə vacib də deyil əslində. Amma ki, oxumaq lazımdır bunu. İndi oxuyaq və sonra testə keçək. Danışaq. Gəlin bunları oxuyaq. Bunu belə eləyirəm ki, mən həmişə bir qaydanı oxuyanda gərək fosfor qələmlə, yəni ki, markerlə özümə vacib olan qeydləri aparım ki, daha da yaxşı yadımda qalsın. Çünki mən həmişə belə eləyirəm, bilmirəm, məndən sizə məsləhət belə eləyin. Həm də ki, məndən sizə bir dənə də məsləhət ki, hansı bir qayda öyrənəndə məncə onu köçürdün. Yəni ki, nə bilim, bəlkə də hər insanda bu fərqli ola bilər. Yəni ki, kimdəsə eşidəndə daha çox, daha yaxşı yadda saxlayır, ya da ki, kimsə daha görəndə yaxşı yadda saxlayır. Mən kimisə qulaq asanda da yaxşı yadda saxlayıram. Bir də ki, yazanda beynimdə qalır. Göz belə ancaq bir dəfə oxuyanda elə də çox yadımda qalmır. Ya eşidəndə yadımda qalır, ya da ki, yazanda. Yəni ki, mən yazıram qaydaları həmişə, dəftər. Ona görə hər fəndən qayda dəftərim var. Yəni məşğələlərdən deyirəm. Yəni ki, bu da məndən sizə bir dənə məsləhət olsun. Gəlin, çox da danışmayaq və başlayaq. Artıq qaydanı da oxudum, kitabı artıq yığışdıra bilərik. O çox da uzağa qoymayaq, birdən lazım olar. Qaydanı oxudum, indi buradakı test eləyəcəm bu qayda haqqında və bir dənə mətin verib müəlliməmiz, onu da eləyəcəm. Çatdırmasam sabah eləyəcəm, amma böyük ehtimal ki, hər şey eləyəcəm, çünki sabah hələ riyaziyyatdan məşqələm var, ona görə onu da eləməliyəm, amma müəlliməmiz az verib deyə onu da çox belə şey eləmirəm. İngilis dilində daha vacibdir, çünki çox verib müəlliməmiz. Hətta sözləri belə verib, sözləri sabah öyrənəcəm. Bunları eləyim. İndi tapaq. Səhifə 84. Birinci qaydanı eləyim, sonra ötəyirəm. Mətin hazırlayacağım.
ki, mən 31 dəməsini eləyəcəm, yəni bu səhifəni eləyəcəm, bu səhifəni isə sabah eləyəcəm, çünki mövzu çətindir. Yəni mövzular çətindir, çətin deyil əslində. Mənim üçün bu mövzudan zəhləm gedir, bu mövzudan çox xoşum gəlmir, həddindən artıq. Yəni ki, sabah bunu istəyirəm rahat eləyim. Hətta artıq axşam olduğu üçün, biraz yorğun da olduğum üçün. Yəni ki, bunu sabah açıq beyin eləməyi düşünürəm. Yəni 31 dənəsini eləyib mətn eləyəcəm və bitirəcəm ingilis dilini. Sabah da bunu eləyəcəm. Belə. Bunu 31 dənəsini elədim. 2 dənə tapşırıq var. Onu da eləyib yoxlayacağam və bunları 50% bitirmiş olacağım da. Yəni ki, bir dənə səhifə qalacaq. Sabah da o səhifəni bitirib dincələcəm ingilis dilindən. Mən əslində ingilis dilini daha tez eləyirəm. Bu mövzuda mən 30 dəqiqədir, bir dənə 31 dənə artıq bitirdim bu prepositionsları. Yəni bitirdim deyəndə ki, 31-ə kimi eləmişəm. Dediyim kimi bunu sabah eləyəcəm bu səhifəni. Yəni indi yoxlayaq. 31-dən 6 səhvim oldu. Çox pis. Bunu isə bir dəfə də o prepositionsları oxuyub bunu eləyəcəm. Yəni ki, bu mövzu mənə çox xoşuma gəlmir. Yəni ki, deyə bilərsiniz ki, mənim qaydanı az oxuduğumdandır, amma yox, mən bəlkə də az oxumağımdandır, amma ki, mən bu mövzuda hər il belə oluram da. Yəni ki, 7-ci sinifdən gedirəm və bu mövzu elədir ki də, bunu gərək əzbərə biləsən bunları. Yəni ki, əzbərə bilməsən bunu heç cür eləyə bilməyəcəksən. Yəni burada qrammatik bir izahı yoxdur. Yəni o yüzden belə. Mətn də eləyək, sonra gedim mən dincəlim. Xoşum gəlir, çünki mətn daha asan gəlir mənə. Çünki mətn xoşlayıram, həm də bu mövzudan sonra nə istəyirsən eləyərəm, bir də onu oynamayayım. Bu listeninglərdir bu arada. Listening verməyib mənimə, nəcəbsə. Biz müəllimlərlə əslində çox vaxtı ancaq bunu işləmirik ya. Biz Nərgiz Nəcəfin nəşrindən də işləyirik, yəni onun testlərindən də işləyirik deyə. Görə bura biraz boş görsənə bilər. İndi bunların mətnləri, ona 4-cü mətni eləyəcəm bu arada. Bu mətndə bir dənə səhvim çıxdı. Belə. Qalanı hamısı düzdür. Bu arada siz fikir verməyin ki, mən bunu yoxlayıram. Mən bunu yoxlayıram çünki müəlliməmiz bizə deyir ki, yoxlayın. Hansı ki, səhv oldu, o bizə onu başa salacaq və səhvlərimizi göstərəcək. Ona görə artıq vlogumuz bitmək üzrədir. Vlogumuz bitdi. Görüşmək üzrə. İnşallah sizə bazar günü vlog çəkməyə çalışacağam. Həm də siz yorumlarda yazarsınız, xoşunuza gəlirmi belə vloglar yoxsa yox, hansısa başqa bir mövzu istəyirsiniz. Yəni ki, nə istəyirsəm də ki, öz suallarınızı da yorumlarda yazın. Yəni məndən nə bilmək istəyirsiniz, o sualları nə soruşmaq istəyirsiniz, o sualları soruşun. Çünki mən bu aralarda dediyim videoyu çəkmək istəyirəm. Yəni ki, sual-cavab videosunu çəkmək istəyirəm. Ona görə siz yorumlarda yazarsınız, mən də baxaram. Və hər kəsə sağ olun, görüşmək üzrə. Bye bye.